Şimdi geldi bu qoşa. Salam değerli izləyicilərim. Mən bu günləri sobada ətli piraşki hazırladım. Soba piraşkisi. Əti qoğurdum. Qiyməni qoğurdum. Sonra soğanla, dağla, göğəti ilə hazırladım. Xəmirini də 1 ədəd yumurta, stəkan yarım süd, 4 stəkan un, yarım stəkan duru yağ, stəkan yarım da südlə xəmir yoğurdum. Maya 2 xörək qaşığı da duz, şəkər əlavə edib xəmiri azıtdım. Azıyandan sonra belə axırda köndələrə tutub arasına yığdım. Biraz üzərini örtüb gözlətdim. Gözlətdim ki, xəmir biraz köpsün. Üzərinə yumurta sarısı, küncüt toxumu, qara çörək otu səpib sobada pişirdim. Pişirənlərə hər kəsə nuş olsun, hazırlayanlara da nuş olsun. Like atmağı, abunə olmağı da unutmayın əziz izləyicilərim.